Say. Arkadan qabaqdan belə zigzag şəkildə gelir. Başlayır demək. 1, 2, 3 sayırsınız. Oradan keçəndən sonra qayıdır və bu şəkildə zigzag davam edir. Aydındır? Başla. Yok bir. Biraz şəxsli və Biz basit olduk burada. Arası mirtan hissediyor. Elle de sanmışım. Hər vaxtınız xeyir. Bugün biz Nəbadət bağında skautlarla və liderlərlə birlikdə yığışmışıq bura və burada müxtəlif aktivitelər keçiriləcək. Hər bir mövzuda, xüsusən də safe from harm, zərərdən qorunma, ümumi skautingdən də danışılacaq və bugün də bizim 2 qonağımız var Vosundan. Gəlin onlara da yaxınlaşaq. Bəlkə uşaqlarla da bir sual verək. Salam. Biz indi video çəkirik və biraz bugünkü görüşümüzdən danışırıq. Aha, çox sağ ol. Bugünkü görüşümüzdən danışırıq. Necə düşünürsən, bugünkü görüş nə qədər maraqlı keçəcək və skautingdə nə vaxtdan varsan? Mən Yusuf İsmailov Ateşkənd dəstəsinin üzvüyəm. 2018-ci ildən aktiv skautam. Bugün Mərkəzi Nəbadət bağında görüşmüşük. Bizim bugün milli və xarici qonaqlarımız var. Ona görə düşünürəm ki, çox maraqlı keçəcək. Və Nəbadət bağı özü də çox gözəl bağ olduğu üçün kifayət qədər böyük ərazisi var və düşünürəm ki, bütün skaut dəstələri ilə birlikdə maraqlı bir təlimlər və görüş keçəcək bugün. Maraqlı və fəal, düzdür? Çox sağ ol. Siz sağ olun. Və gəlin sizdən də soruşaq, siz neçə ildə artıq skautingdasınız? Mən 1 il yarımdır artıq skautingdəyəm. Adım Səkinə Abdulazadədir, Ateşkənd dəstəsindənəm. Məncə bu görüş maraqlı keçəcək, çünki hamı buradadır. Gözəl. Bir şey səndən soruşum, bu skauting sən nəyi öyrətdi? Skauting sosiallaşmağı öyrətdi, paylaşmağı və dostlarımla birlikdə vaxt keçirməyi öyrətdi. Çox gözəl, çox sağ ol. Siz də sağ olun. İngilis dilində. Come here, don't be afraid. We have one more little scout of ours. He knows
few languages, Russian, Azerbaijani, and English language. So let's communicate in English, why not? Hello, how are you? I'm good. Okay, how many years you're already in scouting? I don't remember. You don't remember, all right. What do you think, why you like to be in scouting community? Because we are having fun adventures. All right, what is the best adventurous memory you have from scouting? Any of them you remember? Today's. Today's? But we didn't even start it. Okay, but maybe some activities? You remembered very well? Let's talk about it later. Yeah, thank you so much. Bye bye. Yeah. Fatima, another our so active scout member. Hello. Shall we communicate in English? All right. Fatima, de görək, bugünkü görüşdən deməyək gözləntilərin nədir, amma nə düşünürsən, bugün nələr baş verəcək? Bugün məncə uşaqlar üçün daha maraqlı olacaq. Çünki hava günəşlidir. Hava günəşli olanda hamının enerjisi çox artır və bütün skautların şən və aktiv və həm də öyrədici bir gün keçirəcəyinə inanıram. Təşəkkürlər təlim keçənlərimizə. Çox sağ olun. Və kimə yaxınlaşırıq? Yes. Və bizim hello. We are taking a simple video if you would be able to participate for a minute. Okay, thank you. First of all, welcome to Azerbaijan, and we would like to ask, how does it feel in general, the view of the city? Let's start from here. Well, it's great, it's beautiful, and I mean, with this kind of weather, what more do you need? Yes, thank you. And what do you expect from today's activities? Like, what do you expect to see? Mostly I expect to see all the scouts having fun. I Yes. expect to be able to talk to them a little bit, right? Yes. Oh, really? What else do we expect? Well, I hope we can have some games with them, and also I hope we can connect with the leaders of the groups to see what is their challenges, to understand how they're working, and how can we be of support. Okay, thank you. And be closer to the nature. Yeah. Of course, Yes, of course. being in the botanical garden here in the Yes, center, it's really exactly. really nice. Exactly. And was renovated newly, by the way. You're lucky to see it new. That's great. Thank that's you. great. Thank you so much. Thank you. Well, we can go. Yeah. Beləliklə, Scout Adventure-mıza başlayaq. Scout görüşümüzə başlayaq. Hələlik. Man lider, bir dənə gözləyim, xahiş edirəm. Skautlarımız haqqında danışın, səyyah skautlarımız haqqında. Bugün Nəbatət bağına gəlmişik. Aha, bu Nəbatət bağına gəlmişik. Gözəl bir təəssüratlarımız var. İnşallah inanırıq ki, uşaqların, cəngavərlərin, səyyahların hamısının xoşuna gələcək. Man lider, skauting necə bir hərəkatdır ki, o uşaqlara bu qədər töhfə verir. Niyə uşaqlara bu qədər töhfə verir və gənclərə? Çünki skauting qeyri-formal təhsildir. Yəni, buradakı gənclər təbiətdə öyrənirlər, edərək öyrənirlər. Ona görə biz istəyirik ki, skautlar təbiətdə görərək, təbiəti hiss eləyərək, onda daha çox təbiətə qarşı sevgi yaranacaq və düşünürəm ki, o daha uyğurlu olacaq Bakıda skautlar üçün münbit şərait varmı, onlar təbiətlə iç-içə olsunlar? Bəli, var. Belə bir yerlər var. Gəlib qatıla bilərlər. Parklarımız var şəhərin mərkəzində. Hansı ki, uşaqlar orada yığılır. Orada görüşlər keçirirlər. İndi yay olduğuna görə, yay sezonu başladığına görə belə şeylər, daha aktivitələr daha çox olur. Olacaq. Yəni bu liderlər bunu eləməlidirlər öz dəstələri ilə. Səyyahlar üçün hansı proqramlar var skautingdə? Səyyahlar üçün proqram hazırlanır. Bir çox proqramlar var. O üzərində işləyirlər. İndi xaricdən də gəliblər skautlar bizə köməyə, bu sahədə təcrübələrini bizimlə bölüşməyə. İnşallah birgə daha olan proqramlarımızı zənginləşdirib daha geniş. Bəs səyyahlarla böyük yaşlılar
birgə necə işləməlidir? Hal-hazırda həm böyük yaşlılar üzrə müvəkkilimiz, həm də səyyahlar üzrə müvəkkilimiz burdadır. Birgə çalışmalıdırlar, birgə bir-birinə kömək etməlidirlər. Valla. Birgə Yəni bayaqlar tədbirlər keçirə bilərik, böyük yaşlılarla səyyahlar bir yerdə. Görüşlər, ondan əlavə biz Azərbaycanda hələ ki Adult Scoutlarla bağlı proqram yoxdur. Bizə mentor dəstəyi verəcəklər, Avropa Scoutlar, Avropadan. Komitəsi. Bəli. Bizə mentor dəstəyi verəcəklər, danışmışıq onlarla və inşallah yaxşı olar. Uğurlar sizə Scout Çox sağ işinizdə. olun. Çox sağ olun. Biz gedək növbəti müsahiblərimizi biz tapaq. Salam. Ben seçmem. Ben de seçemem. Salam Təbrizli. Salam Ülvi müəllim, necəsiz? Şükür Allaha. Ülvi lider. Yaxşı olun. Uşaqlarla işləri necə aparırsınız? Ümumiyyətlə Scout fəaliyyəti haqqında məlumat verin, xahiş edirəm bizə. Dəstələrlə bağlı və s. Bizdə hal-hazırda Uşaq Dilli qrupunda 4 dəstə var. Hər dəstədə görüşlər keçirdir. Mən sırf olaraq hal-hazırda işləyirəm Maquli dəstələrindən və Cəngəvər dəstələrindən. Bu yaxınlarda görüşlərimiz olubdur. Sumqayıta səfərimiz olub, sosial aksiya keçirmişik. Və ondan əvvəlki həftədə dəniz kənarını təmizləməyə getmişdik. Dəniz kənarını təmizləyəndən sonra gözəl bir piknik elədik, uşaqlarla əyləndik və oyunlar keçirdik. Hansı proqramlar Scoutlar üçün vacibdir? Siz proqramlar nəzərdə tutursunuz? Mən Milli Gənclər proqramı çərçivəsində. Mən Milli Gənclər proqramı çərçivəsində düşünürəm, uşaqlar üçün vacibdir bu milli oyunlarımızı təşviq eləmək, bəli. Çünki bunlar unudulur, vaxt zaman getdikcə bunları yeniləmək və bunları yadlarına salmaq çox vacibdir. Bunlar qorunsun və davamlı olsun, gələcək nəsillərə ötürülsün. Yəni bir lider kimi öz fəaliyyətinizdə daha çox milli oyunların həm gənc skautlar, həm də uşaq və yeniyetmə skautlar arasında təşviqinə daha çox çalışırsınız. Mən belə başa düşdüm. Bəli, buna üstünlük verirəm. Bugünkü görüş haqqında istəyərdim danışaq. Buyurun. Sualınız var? Bugün nə ilə bağlıdır bu toplantı? Skautlar bura niyə yığışıb Nəbatət bağına bu qədər skaut? Bizim bugün xaricdən qonaqlarımız var. 2 nəfər qonağımız var. Onlar artıq Lənkəranımızı seyr ediblər və gözəlliklərinə baxıblar. Bugün isə bizim bütün skautlarla görüşüb bir tanış olacaqlar və Davam edin, təbrik. Bizim skautlarla tanış olacaqlar və öz biliklərini, təcrübələrini, skaut dünya təşkilatı haqqında məlumatları, yenilikləri bizlə bölüşəcəklər. Bəs normalda dəstə görüşlərində uşaqlarla nələrdən danışırsınız? Onlar necə skauting onlara necə töhfə verir uşaqlara? Normalda əsas mən çalışıram skautlar bir-birlərini öyrətsin. Yəni buna üstünlük verirəm. Deməli, hər dəstə görüşdə bizə yeni kimsə qoşulur, yeni skaut qoşulur və yeni skautu öyrətmək üçün hər lider, belə deyim, çox zaman sərf eləyir. Ona görə mən skautlarıma sərbəstlik verirəm o barədə, bir-birlərini öyrətməyi və ondan sonra bunları birlikdə yoxlayıram biliklərini, ümumi. Təşəkkürlər, Təbrizlidir, çox sağ olun. Gözəl bir söhbət idi.
Salam Zeyd. Salam. Xoş gördük. Zeyd, neçə ildir skautsan? Skaut təcrübən haqqında bizə danış. Mən 5 il skautam və birinci dəfə skauta gələndə mən heç nə bilməmişdim. Amma sonra bir neçə kamplara gedəndə mən bildim ki, skaut çox böyük bir assosiasiyadır. Hansı ki, hər kəsə kömək eləyir. Heyvanlara, insanlara, hər kəsə. Biz tulanları götürürük, aparırıq. Biz təmizləyirik təbiəti. Və bundan da sonra mən bildim ki, mən çox sevirəm skautingi və hər bir dostuma demişəm skauting barədə və onlar da çox sevindilər. Dəstə görüşlərində hansı təlimlər sizə keçirilir? Birinci tip təlimlər keçirilir. Sonra necə yanğın söndürücüləri istifadə etmək, orientasiya, yəni mapları, komposu necə istifadə etmək. Səmti müəyyən etmək. Bəli. Həm də palatka necə qurmaq lazımdır. Sonra fərqli uzilləri, yəni misal üçün vasmyorka, düyünləri öyrənirsiniz. Bunlar sənin həyatında necə töhfə göstərir, necə dəstək olur sənə? Yəni ən belə vacib bir şey hansı ki, mənə çox kömək elədi skauting. Mən daha açıq oldum. Yəni insanlarla danışmağa istədim. Yəni qorxmuyorum. Aha. Ünsiyyətin yaxşılaşdı. Bəli. Həm də təbiətdə necə yaşamaq lazımdır, onu da öyrəndim. Təşəkkürlər Zeyd. Hansı dəstədə bəs fəaliyyət göstərirsən? Kafkaz qrupu Mustang dəstəsi. Mustanglar dəstəsində. Təşəkkür. Çox sağ ol. Salam Leyla, bizim növbəti müsahibimiz Leyladır. Leyla bizə öz skaut təcrübəsi haqqında danışacaq. Aha. Mənim adım Leyladır. 16 yaşım var. Skautingdə artıq 8 iləm, 8 yaşımdan və skauting 14 yaşım var. 16. 16. Aha. Onda sənin 8 il təcrübən var. Bəli, 8 il təcrübəm var. Mənim ilk kampım 8 yaşımda olmuşdu Wonderland Qəbələdə və çox gözəl idi. İlk dəfə düzünü deyim biraz qorxurdum, amma vaxtdan sonra yavaş-yavaş çox gözəl idi. Kamplar xoşuma gəlirdi. Tez-tez kamplara qatılırdım və ilk kampım lokal yox, başqa bir ölkədə World Scout Jamboree idi, Koreyada, Cənubi Koreyada və çox gözəl idi çünki mənim ilk təcrübəm idi başqa bir skautlarla tanış olmaq. Həm də sonra Nexus proqrama qatıldım, Nexus Pilot program və orada da çox bir təzə skautlarla tanış oldum. Skautlarla Gürcüstandan, Moldaviyadan, Rumıniyadan və indi artıq bir neçə dostlarım var başqa bir ölkələrdən. Həm də təcrübəm çoxaldı, survive təcrübəm belə deyək və tez-tez hayklara gedirik. O da çox gözəl məncə təsir edir bizim sağlamlığımıza. Belə. Təşəkkürlər Leyla. Sağ olun. Sıramı pozmayın, eyni sırada gedin. Eyni sırada uşaqlar. Qadağan da yaz be. Nərmin. Bəli. Salam. Salam.
Bizə skaut təcrübən haqqında danışa bilərsən? Mən skaut 5 ildir ki, skautam. Təcrübəmə çox şadam. Əslində çox böyük təcrübəm var və onu daha da yüksəltməyə, təcrübəmi daha çox da gəlin bir də çəkəm, artırmaq istəyərəm. Və inşallah bu il iyul ayın axırında MUT 2025-ə qatılacağam Portuqaliyada və ondan sonra gözəl bir fəaliyyət göstərəcəm. Yoldaşların qoşulur mu? Təəssüf ki, mən bizim uşaqlarımızdan kim qoşulur bilmirəm. Çünki orada məndən başqa 3 dənə uşaq var və yaxud da 2 dənə, hansından ki mən tanış deyiləm. Amma tanış olmağa çox şad olaram və inşallah çox gözəl bir görüşümüz keçər. Bəs Nərmin, hansı layihələrdə, fəaliyyətlərdə iştirak etmirsən skautingdə? Skautingdə liderlik 3 gün sessiyamız oldu, orada iştirak eləmişdim. Sonra simfoniyamız falan. Təkmilləşdirmə kursunda iştirak Bəli. Sonra bizdə simfoniyamız, simpoziyamızda iştirak elədim. Nə ilə bağlıydı Simpoziyumuz beynəlxalq görüşlə əlaqədar idi. Biz ekologiyanın haqqında danışırdıq və s. və çox böyük məlumat oradan topladım. Və ümid edirəm ki, öz cəngavər dəstəmə də onu yaya biləcəm. Bəs hal-hazırda dəstədə hansı funksiyanı yerinə yetirirsən? Əslində mən indi səyyah dəstəsinin üzvü sayılıram. Sadəcə bizim cəngavər dəstəmizdəki köməkçimiz təəssüf ki, bizdən ayrılmalı oldu. Bəli. Mən indi bizim liderimizə köməkçi kimi fəaliyyət göstərirəm. Həftənin neçə saatını skautinqə ayırırsan? Həftədə yəqin ki 2-dən 3-dən görüşümüz olanda bir 4-6 saat ayırıram hər dəfə və ondan çox da ayırmağa hazıram. Bu ayırdığın vaxt dəyərlidirmi? Nəyə görə dəyərlidir? Bəli, çox dəyərlidir. Çünki skauting təkcə oyundan deyil. Skauting ən azı bizim bir psixiki mənada böyüməyimizin haqqındadır və hər görüşdən sonra biz hər görüşümüzdə biz çox gözəl bir məlumatlar toplayırıq və ondan sonra da çox gözəl bir vaxt keçiririk öz dəstəmizdən. Ona görə bəli, bu çox gözəl bir fəaliyyətdir. Təşəkkürlər Nərmin. Siz də sağ olun. Arkaya gayet. Arkaya. 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 Gaydın. Hadi bitir de. Gaydın. Siruz lider, skautlarla işləmək necədir? Asandır, çətindir? İnsanlar lider olmalıdırmı? Çox gözəl sual verdiniz. İnsanlar da işləmək məncə insandan insana dəyişir. Yəni baxır o xüsusiyyətlər o adamda var yoxsa yox. Lider olmağa gəldikdə isə hər zaman bu sözü deyirəm. Bir insan liderlik bacarıqlarını sonradan öyrənə bilər. O heç amma onun özündə əvvəldən, yəni qanunda o liderlik olmasa, nə qədər öyrənsə də ona təkmilləşə bilməyəcək də. Mən özüm uşaqlıqdan skaut olaraq yetişmişəm və sonradan lider olmağa səy göstərmişəm və çalışıram daimi olaraq öz skautlarıma da lider olaraq nələrsə öyrədim. Çünki keçmişdə də mənim liderlərim mənə nələrsə öyrədib və indi mənim də borcumdur ki, sonraki nəsillərə mən nəsə öyrədə bildim ki, yeni liderlər yetişə bilsinlər və bunu eləməkdən xoşam. Yəni hər zaman özümü xoş hiss eləyirəm ki, uşaqlar nəsə öyrədə bilirəm. Bəs indi hansı yaş qrupu ilə məşğulsunuz Siruz lider? İndi özüm səyyah yaş qrupu ilə daimi olaraq fəaliyyət göstərirəm. Öz dəstəm var, Anka dəstəsi, amma
mart ayında artıq öz qrupumu da yaratdım. Orada Cəngavər yaş qrupu da var və Səyyah yaş qrupu. Digər yaş qrupları üçün liderlərimiz hələ ki yoxdur. İnşallah gələcək dönəmlərdə yəqin ki olacaq. Onda olanda digər yaş qruplarında işləmə çalışacağıq ki. Liderlərin yetişməsi üçün nə işlər görürsünüz? Liderlərin yetişməsi üçün ilkin öncə olaraq birinci bu skauting olduğu üçün skauting ilkin təməlləri, məlumatlar olsun, skautinglə bağlı həyatda yaşamaq olsun, fərqi yoxdur. Bunların hamısı və əsasən də dəyərlər, skaut dəyərləri uşaqlara aşılayırıq ki, gələcək dönəmdə onlar skautingin nə olduğunu bilsinlər və burada nə üçün biz varıq, niyə burada fəaliyyət göstərir? Bu könüllü təşkilatdır, yəni burada məcburiyyət yoxdur və hər kəs bundan yararlanmağa çalışır ki, öyrənə bilsin ki, skauting nədir. Biz də ona görə çalışırıq ki, onlara skaut dəyərlərini başa salaq, sonra skaut dəyərlərindən sonra artıq gəlir bacarıqlar, praktiki bacarıqlar. Yəni skautingin nə olduğunu biləndən sonra artıq praktiki bacarıqlar olaraq liderlik təlimləri keçməyə başlayırıq. Və bu bacarıqları dəyişir də. Hər yaş qrupun özünə xüsusi olaraq bacarıqları var. Bizdə 4 yaş qrupu var çünki Maqlidən başlayır. Maqli üçün düzdür, liderliklə bağlı nəsə keçirmək biraz düzgün çıxmaz. Çünki o hələ onu qavrayacaq dərəcədə deyil. Amma skaut yaş qrupundan etibarən onlar nəsə keçməyə başlayır. Təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm ki, bugün iştirak elədiniz. Havasına toy çəkmişik. Yemək yəndə ağına girmək şərti ilə. Kısaçı dünənləri Hövsanda palatka toy var idi, qəşəng idi. Hövsanda iştirak oynadın? Təəssüf ki, yox. Amma istəyərdim. Uşaqlar, bugün biz nə üçün yığışmışıq bura? Nə üçün yığışmışıq bura uşaqlar? Sabran eləmək üçün. Aha, nə üçün yığışmışıq dostlar bura, skautlar? Təbiət qorumaq haqqında danışmaq. Rus dilində də fikirlərinizi ifadə edə bilərsiniz. Чтобы узнать больше о скаутинге. Bəs nə öyrənəcəksiniz bugün? Bilmirsiniz? Salam. Səyyahlar üçün skauting necə bir fəaliyyətdir? Danışmaq istəmirəm. Danışmaq, bəs kim danışmaq istəyir aramızdan? Məncə Murad daha yaxşıdır. 10 ildir skautdur. Murad Abdullayev. Bəli, Zadə. Abdullazadə. Götür mikrofonu. Səyyah. İndi hal-hazırda hansı dəstədə fəaliyyət göstərsən Murad? Anka. Anka dəstəsində fəaliyyət göstərsən. Necə fəaliyyətdir skauting? Uşaqlıqdan skautsan dedilər. Hə, mən də səni tanıyıram. 2015-ci ildə 2015-ci ildə nə kimi fəaliyyətlərdə iştirak eləmisiniz bu vaxt? Kamplardır, dəstə yürüyüşləridir, hiking, bu tipli fəaliyyətlərdir. Burada iştirak eləmişik, müxtəlif növ təlim hansı proqramlarda. kamplarda iştirak eləmisən? İlk kampım 2016-cı ilin yayında olub, Gəncə Wonderland. Sonra bəzi də var burada. Gəncə Wonderland. O nəyi bildirir? Bu Gəncədə keçirilən kampda verilmişdi. Bunun yuxarı hissəsini ümumi kampın sonunda vermişlər. Bunda əyləncəli oyun sırasında gizlədilmişdi. Bir növ səmti müəyyən etmə tipli bir şey. Səmti müəyyən etmə təliminin bir hissəsi idi. Səmti müəyyən edib tapırdıq gizlədildiyi ərazidən. Oradan eləncə ümumi puzzle kimi birləşdirilmişdi. Mən görürəm Wonderland düşərgə digərləri də var səndə. Onlar hansı düşərgə? Qəbələ 2017-dir. İsmayıllıdır da 2019. Bəs Tovuzda da olmuşdu məncə. Tovuzda da olmuşdum, bəli. Onun bəzən vurmamışam. Hələ ki vurmamışam. Bəs səncə Wonderland düşərgələri davam eləməlidirmi? Artıq bir neçə ildir fasilə var. Mütləq davam eləməlidir. Çünki bizdə Azərbaycanda keçirilən ən böyük düşərgələrdən biri Wonderland düşərgəsidir bildiyimiz kimi və burada xarici qonaqlar da olurdu. Bu da həm ölkənin bilirik ki, yəni Wonderlandın gedişində mədəniyyət gecəsi olurdu. Bu ölkənin milli mədəni dəyərlərin xarici qonaqları tanıtmaq baxımından həm ölkə üçün belə deyək də müəyyən əhəmiyyət daşıyırdı. Həm də ki, skautların inteqrasiya prosesi var ki, məsələn, xarici skautların tanınması olsun bizim skautlar tərəfindən və ya ölkə daxilindəki skautların bir-birini tanıması, kommunikasiya qurması baxımından məncə mühüm əhəmiyyətə malikdir. Və istəyirsiniz ki, yenidən Wonderland düşərgələri keçirilsin. Səncə bu il Wonderland düşərgəsi hansı bölgəmizdə olmalıdır? Bu il hansı bölgəmizdə olmalıdır? Bu Gənclər paytaxtlarıdır. Bu il Sumqayıt. Sumqayıt. Sumqayıtda əslində məncə belə də skauting bir növ təbiətlə bağlıdır deyə kamp üçün yer. Kamp üçün yer çətin məsələdir mənə elə gəlir.
Əslində şey ola bilər, təbiəti baxımından daha əlverişli olan lirikdə olub amma daha əvvəl. Cənub zonası və ya şimal zonasında bilir ki, meşələr falan daha çoxdur da. Şimal-qərb zonasında da o ərazilərdə məncə daha məqsədə uyğundur. Fikirləşsən ki, orada olsa Hətta məncə Qarabağ bölgəsində də ola bilər, Şuşada və ya digər belə işğaldan azad olmuş rayonlarımızda da olsa daha yaxşı olar. Daha yaxşı. Təşəkkürlər Murad, çox sağ ol, həm söhbət oldu. Sağ ol. Bir də yəni Wonderland-lər Erasmus layihələri tipində yazılmışdı. Hal-hazırda Erasmus tipli layihələr bağlandığına görə biz Erasmus tipli layihələri Wonderland-lərdə yada sala bilərik. Hansı ki Erasmuslarda da mədəniyyət gecələri var idi. Yalnız Erasmuslardan fərqi o idi ki, biz Wonderland-da kiçik yaşlı skautları da görürdük və kiçik yaşlı skautlar həyata uyğunlaşdırırdıq. Onları böyük yaşlı skaut olmağa öyrədirdik və onlar asanlıqla qeyri-komfortlu şəraitdə həyatda qala bilərdi. Mənim fikrimcə o Wonderland-lərdən sonra. Ümumiyyətlə skauting insana hər şey qazandırır. Milli dəyərləri daha tez-tez biz yada salırıq və bu skautun atributlarından biridir. Milli dəyərlər biz hər bir yerdə biz öz milli dəyərlərimizi qorumalıyıq. Hansı ki, beynəlxalq düşərgələr də olur. Orada mədəniyyət gecələrində biz öz milli adət-ənənələrimizi göstəririk və milli mətbəximizi nümayiş elətdiririk. Bu qədər. Təşəkkürlər Murad, çox sağ ol. Sən və adaşın yaxşı bizə məlumatlar bitirdin. Şey papalı. Xoşunuz gəldi uşaqlar jurnaldan? Nələr gördünüz jurnalda? Siz nəyə görə Scout Plus jurnalında yoxsuz? Scout Plus jurnalında. Mən varam. Şəkillər olsa hər şəkil yox. Mən varam. Qoymayıblar. Burada bir şəkil var, gözünüzü sizə göstərdim. Şəklin düz yanında mənəm, mən olmalıydım. Olmalısan amma yoxsun. Gözün, daş kəsən, vəz daş kəsən. Əvvəllərdə idi. Biraz səbirli. Ən əvvəldədir. Ən əvvəldədir. Daş kəsən. Mən bu şəklin yanında düz mən olmalıydım. Düz mənəm də. Sadəcə məni kəsiblər sağ olsunlar. Və oyunlardan ibarət olacaq. Bu da əsasən təbiətlə və dayanıqlılıqla bağlı olacaq. Və siz bilirsiniz ki, skautlar dayanıqlılıq inkişaf naminə proqramı da mövcuddur. Və bu proqram sırf skautingin təbiətə, ətraf mühitə, cəmiyyətə və eyni zamanda dayanıqlılığa qarşı nə dərəcədə dayanıqlığa qarşı nə dərəcədə aware olduğunu, yəni onlara diqqətlə yanaşdığını göstərir. Mən səndən qorxuram. Qorunma komandası nə üçün lazımdır? Aha, başlayaq. Sizcə nəyə görə daha fəal? Sizcə nəyə görə zərərdən qorunma komandası bizim icmada vacibdir? Müxtəlif fikirlərinizi bildirin. Səhv oldu, düz oldu, fərqi yoxdur. Onsuz düzəldəcəyik. Olar, tamam. Buyur, mikrofon danışma olar. Biz skant olaraq, aktiv olaraq təbiətlə iç-içə oluruq və təbiətdə həmçinin zərərli bitkilər, zərərli heyvanlar, ilan kimi heyvanlar məsələn və yaxud da otdan istifadə zamanı düzgün istifadə qaydasını bilmədən zərər çəkə bilərik və zərərdən müdafiədə bunun üçün lazım ola bilər bizə. Aha, tamam, elə bil ki, bilirsən ki, zərərdən qorunma lazım olur, haçan ki, təbiəti zərərdən qorumaq üçün, düzdür? Həm özümüzü, həm başqaların, həm təbiəti. Tamam, çox sağ olun. Başqa kimdəsə əlavə etməyə var nəsə? Ki bizim üçün mən onda belə random
yaxınlaşacağam. Tamam uşaqlar? Aha, gəlin buradan başlayaq. Uşaqlar, sizcə zərərdən qorunma Safe from Harm komandası nə üçün lazımdır? Nə üçün vacibdir? Сейчас скажу. Safe from Harm защита от вреда. Sizcə? Давайте. Çalışım. Safe from Harm məncə onu deyir ki, yəni bir-birimizə zərər vermək, не обижать друг друга, bullying eləməyək, çünki bullying çox pisdir. Şiddətə yox deyək. Və bəlkə bu qədər. Bu qədər məncə. Aha, çox sağ ol Leyla. Aha, başqa keçən o tərəfə də və sonuncu sualımızı orada verək. Çünki hər adama yaxınlaşıb, hər adamdan sonra... Uşaqlar, bəs sizcə Safe from Harm, məsəl üçün bizdə kamplarda nəyə görə lazım olur? Elə bil ki, zərərdən qorunma. Why Safe from Harm is important? Yes. Yəni, elə hallar olub ki, sizcə siz o həminki halda istəmişsiniz ki, zərərdən qorunma komandasına yaxınlaşasınız. Aha. Nə üçün lazımdır? Aha, indi başa salacağıq. İndi sən hardan aradın? İmtihanda narahat. Да. Paparazzi. Pasta da. Bəli. We don't have it in April, but we have in Ramadan. Ramadan, it changed the time. Like it doesn't have the exact time, and we have Eid. Eid el-Fitr. Eid el-Fitr. Hamısı yenilik qalır bir hafta atırıq. Kim gəlib sizin məsəl üçün qabınızda qalanı? Biz ana mamam hamısını atın qoyur xaladenika. Qoyur xaladenika. Çünki sizin evinizdə də var. Bu düşərgə şəraitindədir, qabda qalır. Bir də çəkmir, mən xahiş edirəm. Aha, nədən danışırdın? Nədən danışırsınız? Biz məncə Mövzu ilə bağlı müzakirələr. Mövzu nədir? İsrafçılıqla bağlıdır. Aha. Evdə məsələn necə siz məsuliyyətli istehlak edirsiniz? Məsələn, məsuliyyətlə istifadə edirsiniz qidaları və s. O insan hansı ki bunu yedirlər, özü hiss edir, o narahat olur o cəmiyyətdə. Ona görə də çox tez çıxıram. Sonra da siqaret çəkənlər də mən dayana bilmirəm. Yəni siqaretdən çox hiss edirəm. Yəni ürəyim bulanır. Necə? Bildirirsən bunu adətən? Mən belə də 5 yaşından çox olanda yox. Yəni deyə bilmirəm çünki çox kişilərdir və niyə deyim, hüzyan olacaq. Aha, anladım. Və sonuncu sinif rəhbərlərinin yanında fərqli məktəblərdə olur ki, sinif rəhbəri çox tez cəzalandırır, çox yaxşı yanlış siniflər. Əlbəttə, sinif rəhbərinin yanında da yaxşı olur. Bizim ikinci komandamız Nerede misafir gelsin?
Salam. Neçə yaşın var? 11. Hansı dəstədə skautsan? Günəş. Günəş dəstəsində. Dəstə liderin kimdir? İradə. Bəs skaut olduğuna görə sevinirsən? Hə. Sağ ol. Motosiklet sürəndə, məktəbdə, açıq havada, ağacın üstündə, evdə, harda çox tanışlarım var. Özümü harda rahat hiss eləmirəm. Məktəbdə, Kubinkada, evdən uzaq yerdə, Детский dom как? Uşaqlar evində, gecə parkda, bir də 8 bazarında. Можно я вы sizin zarafata keçirdiniz? Davay, başla. Çoxumuz bizim qrupumuzda hamımız çoxumuz yazıb ki, özlərini hiss eləmirlər, komfort hiss eləmirlər, harda tanışlar az olanda, tanımayan yerdə, gecələr parkda, bilmirəm. Yekə bazarlarda necə başa düşdüm. Sonra komfort hiss edən yerlər olur o meşəlikdəki və pirodada. Sonra rahat hiss edirlər. Sonra skautingdə dedilər çoxusu. Özlərinin skautingdə rahat hiss edirlər. Sonra v окружении друзей, dostlarla kampaniyada olanda, arasında, məktəblərdə, universitetdə kimsə özünü komfort edir, kimsə özünü komfort hiss eləmir. Orada öz мнениялар belə getdi. И все вроде бы все. Aha, çox sağ olun. Alqışlar. Malatsınız. Sen bu ufadım. Əslində bir dəqiqə burada qalın. Uşaqlar ulus komanda gəlin. Kim o? Uşaqlar, sizcə hansı komandadan siz daha çox informasiya aldınız? İki El kaldıraq görək. El kaldırsın. El kaldıranlar. İkiye el kaldıranlar. Sonra bir el kaldıranlar. Birler. İki biziz. Aha tamam. Birlere destek verenler. Birlere yok. Birlərə dəstək. Şimdi birler. Niye birler mesela? Neye göre birleri seçtiniz? Algıgın baytın onun vakili birler. Kondisyonu var. Səhvətlər, tamam. Sonra. Xoşum gəldi. Ha? Necə? Daha açıq. Daha açıq, daha düzgün informasiya verildi, düzdür. Aha. Yaxşı, indi soruşaq. Birinci komanda. Nəyə görə birinci komanda? Biz ikiydik. I'm sorry. İkinci komanda. İkinci komanda biz. Nəyə görə ikinci komandanın prezentasiyası daha çox Keçmək lazımdır. Məncə ikinci komandanın cavabları çox səmimidir və знаете, жизненные очень. Realistik. Да, realistikdir və tez-tez qarşısına gəlirik də. Qarşısına çıxırıq belə situasiyalarda. Məncə ikinci. Bəli. Bəli. Eşq olsun Azərin, eşq. Azərin. Eşq olsun Azərinə. Eşq olsun. Yani yeni şey хочу говорить. Salam. Bu değil. Salam. Tut mikrofonu değil. Hansı dəstədə skautsan? Mən Günəş. Günəş dəstəsində. Neçə yaşın var? 12. 12 yaşın var. Skauting səndə nə xoşlayırsan skautingdə? Skautingdən ağaca dırmaşmaq, böyük uşaqlar vurmaq. Nə? Heç. Böyük uşaqları vurmaq? Yani çok sağ ol. Uşaqları vurmaq, böyük deməli. Sağ ol. Yox. Emildən qəti yox. Bəs siz hansı dəstələrdə skautsınız? Polaris. Polaris qrupunda. Sən bəs qızım? Polaris. Polaris sən? Polaris. Sən bayaqki dostumuz. Sən bəs? Hansı? Hansı ki mən? Allah bilməm. Polaris. Polaris deyil.
Polaris deyib, bizim şey Asatif. Asatif. Bəs Polaris. sən? Polaris. Polaris. Asatif. Sən bəs? Bilmirəm. Hansı dəstə? Asıl. Bilmir hansı qrupdadır, dəstədədir. Bir il yox idi. Bir il yox idi. Yadından çıxdı bir ilə. Asatif. Gübəndi. Bəs siz hansı dəstədənsiniz? Tübəndi. Asatif. Asatif. Dübəndi. Bəs sən qızım hansı? Polaris. Soruşmuram Fatih'dən. Təşəkkür edirəm. Təşəkkür edirəm. Var olun. Eşq olsun. Bəs sən hansı dəstədənsən? Hə? Asatif, asatif. Asatifdəndir? Bəli, bəli. Yox, deyir yox. Xeyr, asatif. Deyir yox. Uşaqlar, indi gəlin nəticə çıxardaq. Biz danışdıq, biz